Bax, indi bizə məlumat gəlir ki, Nedir? O da 8-də biləmə. O da 8-də anomal olsa deyən canavar əmələ gəlir. Bax belə. Bu canavar üçün birinci qayçı falan versən, sonra nəsə istəyir. Amma mən qayçısını verdim. Sonra bir dənə nəfər qayçısı verdi. Ona görə də xəstə öldü. Gördüyünüz kimi burada qırmızı, yəni öldü, təəssüf ki. Gördünüz də 3 dənə şansımız var dostlar. Haqqımız var. Qaldı 2 şans. İndi həkim bizə belə danışır. Deyir ki, afərin. Əslən belə. Təcili indilik bitdi falan. Və bizə pul verir. Bonus pul verir. Bax, fakir çıxsın. Xəstə öldürəndə yenə ən iyi xəstəxana performansı çıxır. Zəif. Elçi də burada yanğınlar çıxırdı. Yanğınları da söndürmə hali bir dərd falan. Zaten yanğının içinə gedəndə canın azalır ona görə. İçinə girəndə, yəni təmas edəndə. Təmas edəndə aysan. Bax, nə var? Ya, qolum. Biz bunlardan çox mən satın almıram, yəni almağı üstün tuturam. Mən görə pulum çox azdır. Çünki bunlar məncə pul etkiləyir. Həm də bilmirəm nə üçün lazımdır. Zaten oyundan çıxanda yeni girəndə pul sıfıra. Ona görə nəsə almaq yenidə yaxşıdır. Düz deyirsən. Burada nə deyəcəkdim mən? Ayda. Barney gəldi. Söz deyəcəkdim. Vardiya 4-dən 2 dənə 2 vardiyadır, yəni 4-dən 6 olur, yəni 5-ci vardiya olmur. 5-ci vardiya olmadı. Həmişə olur. Yəni bizdən Barney həm kamera istədi, yox, həm kamera nəymiş, həm qəhvə istədi, həm kamera və şəkli niyə göstərməyibsən cəmaata? Niyə? Bax, niyə? Göstərmişdim axı. Elə belə görsən, və o şəkildə o anormal çıxır. Dayandırıb izləyirsiniz. Bu mavi isə adı Rondur. Nə bilim, o bizə sillər. Da Ron, qız qılacaq. O bizə nə bilim sillər falan deyir. Sillər adam deyirik biz ona. Necmə? Burada dediklərindən heç nə vecimizi almırıq, yəni. Hə, biliyorsa dediklərini. Azərbaycanlı olaq gəlir. Çox nəvəzənət olaraq gəlir. İndi görə baxır Ratovun dediklərini çəksəndən, ayıb ola. Çox qəşəng YouTubersan. Bir şey deyəcəm, mən Ratov sizə atar falan verəndə təəssüf ki, xəstələri müalicə edirdim, yəni çəkənməmişəm. Siz niyə çağırmayıbsınız o anda? Bir də gördüm Ratov oturubdu burada. Uzaqdan səsimin düşmür. Bax. Bizim danışıqlarımız tam düşmür. Bəlkə elə belə danışaq. Uzaqdan danışır, bu xətlərdə olur. Bir dəqiqə biz dayanın bizlə. Həqiqdən, səsimiz zəif ki, bir dənə mən həmişə belə edirdim zaten. Dayandıraq baxaq. Bir olalım isterdim ama artık tükendim. Bakıyorsun niye çok toz pembe hislerle kafayı bozdun sen o düşlerle. Koz bende acele etme yasak aşkın eviminlerde. Toz pembe hislerle kafayı bozdun sen o düşlerle. Koz bende acele etme yasak aşkın eviminlerde. Bir bulut olsam yazsam üstüne seni çok seviyorum diye söylesem milyon kere. Her gün sanki gölgen gibi peşinde hiç ayrılmasak da yaşlansak biz el ele. Hiç aklına gelmiyor mu yaşananlar bir sır ikimiz arasında. Canım acımıyor mu sandın seni düşününce bir başkasıyla. Korkma tut sözünü gitme benden uzak yeminlerimi boz. Yani dostlar yeniden geri qayıtdım. Şimdi burada Barney gəlir. Barney burada bizdən sevmirəmsə kofe və neşter istəyir. Məncə düz deyirəm, kofe və neşter istəyir. Sizi bir neşter ilə rahatsız edə neşter istəyir. Və deyəsən, amma yox, de baxarım da bir şey deyəcəm. Bu arada bunu
dedim mi bilmirəm, yenə də deyim. O balçıq slime kimi bir şey var, adı balçıqdır. O belə şeylər gəlir, onu çıxardılar, elə gedirlər və biz onları təmizləməliyik. İlerleyen varyalarda hələ görəcəksiniz ki, nə gəldi başımıza. Yəni baxacaqsınız nə olduğunu. Yəni belə də hələlik Barney gəldi. Uşaqlar, Barney bizimlə qaldı və burada həkim bir heyvan şirkəti ilə danışır. Yəni biz də tam başa düşmədik. Heyvan şirkəti ona bir qutu verir və Barney'nin niyə bura gəldiyini deməliyəm. Polis gəldi. Artıq deməliyəm. Barney bir seri katildir. Dedim bu arada. Barney bir seri katildir və polis, əgər biz onu polisə şikayət etsək, baxın gördüyünüz kimi üzünə baxın. Yəni çox qorxunc dəqiqətən. Şikayət edəsək, deməli biz onu şikayət eləsək, biz polisi gedir öldürür və bizə kofe aparatı vermir. Yox, heç nə deməsək, o şeyə toxunmasaq, bizə kofe aparatı verir. Biz təbii ki basmadıq. Kofe aparatı götürmək üçün gördüyünüz kimi Barney də düzəldi. Belə ki bizə kofe aparatı gəldi. Burada sevincimizdən yəni uçurduq kofe aparatı gələndə. Və hoppanırdım falan. Baxın kofe aparatı gəldi bilə və sevincdən falan hoppanam. Yəni belə. Burada sonra müştərilər falan gəlir. Yenə Ron gəldi, mühasibədən Ron gəldi. O bizə belə sirlər falan filan deyir yəni. Demək belə bir şey deyim. Yağış yağanda belə karakterlər gəlir bu falan deyir də. Onlar da çox şeydir. Bu deyir. Amma bu arada diqqətli olun. Bunlar da anormal çıxa bilir. Bilmirəmsə hansı anormal idi nə? İlerleyen vaxtlarda görəcəksiniz. Yəni bunların hamısı bu danışır. Və gördüyünüz kimi ambulans gəldi. O da bir de kritik hasta, o da 7'de kritik hasta derken o da 5'te kritik hasta, o da 8'de kritik hasta falan filan. Mən o da neçədəyəm bildəyimsə bilmirəmsə burada Allah şükür yaxın şeylər istəyir. Bir-birinə yaxın olan şeylər. Burada belə çatdırmaya falan çalışıram. Həll elədikdən sonra otaq bura gedirəm. Sonra 8 əməliyyat var. Əməliyyatı kim eləyirdi bilmirəm. Amma əməliyyat həll olmuşdu məncə. Və burada xəstəyə göz damlalarını verəm və həll edirik. Arxamda hayalet var gördüyünüz kimi. Burada minik bu üç gözlülər gəlir. Bunlar da çox minikdir, çox şirindir. Hətta gördüyünüz kimi belə. Burada onları çəkməmişəm. Gördüyünüz kamerada bu arada üç gözlü çox qəribə görsənir. Liz adlı bir dənə qız var. O bizə gəlir, kamera verir, ad verir. Və biz o adla şey deyirik. Yenə ambulans gəldi. Burada gördüyünüz kimi tapanca ilə anormalları vururuq və öldürürük. Hayalet falan gəlir deyərkən. Burada yenə müalicə edirəm. Otaq nəticədə olduğum haqqında heç bir fikrim yoxdur. Unutdum yəni. Yəni müalicə edirəm. Kurotlar istəyir sadəcə. Və bir yerdən hayalet gördüyünüz kimi canım gedir. Çünki hayalet gəlir içəri və gülümsəyənlər də falan dərkən canım gedir. Burada yataq canavarı var. Yataq canavarına mapleşir bu verəndə sakitləşir və gedir. Gördüyünüz kimi getdim. Və o da 4 kritik hastaya da baxdıqdan sonra bitir. Burada mərhəmi mən verirəm. Anormal unutmuşam anormal. Və burada anormal gəlir bir dostumuzu yeyir və beləliklə təəssüf ki ölür. 3 kişi davam edirik. 4 kişidən 3 kişiyə davam edirik. Burada ən əsas yer baş verir. Həkimin yerinə gedirik. Həkim bizə kutu falan verir və heç vaxt girə bilmədiyimiz o gizli yer. Nəzin, sən də gəlmək istəyərsən buranı başa salmaq. Haradasan? Həkimin gizli yerində. Mən gəlim. Bu həkimin gizli yerində indi biz bu yeni bir şeylər
Baxın, Ormanda 99 Hə. gecənin oyuncağı. Ormanda 99 gecənin oyuncağını görürük. Bir dəqiqə uşaqlar. Oyuncağa görəndə hamı şok olur. Deyir ki, yəni bu oyunla Ormanda 99 gecə nə əlaqə? Əslində biz bunu TikTokda görmüşdük, amma inanmamışdıq. Dedik ki, yəni işbirliyi eliblər. Burada doktorun ofisini gəzirik. Həkimin ofisini gəzirik. Görə baxaq nə var. Yəni çox da şey tapmadıq əslində. Belə kağızlar var idi. Burada yəni çox şey yazmır. Nə görəcəklər falan. Aha, burada Ronla doktor nəsə danışır. Ratov haqqında danışırlar. Deyirlər ki, nəm Ratov problemdir falan belə. O belə bir şeylər danışırlar da. Yəni tam tərcüməni özünüz tərcümə edərsiniz. Çünki tez gedir. Məsələn, burada şəkli gördük və şəkildən anladıq ki, artıq o şəkil doktor Harlovun ailəsidir. Bəli, ailəsinə aiddir. Və orada bir dənə biz kitab gördük. O kitab şeydi. Adı nədir? Kilitli idi. Bu göstərirəm. Məncə bizim yeni görəvimiz bu açar tapmaqda irəliləyən vədələri biz tapamadıq. Açar tapmaqda. Açar tapanda da buranı o kitabı aç görək nə görürük. Burada nə kağızlar görürük. Ona görə bunlara basırıq. Burada bir xeyran dururuq ki, görən nə var, nəsə araşdıraq da, yəni ilk dəfə görmüşük buranı. Belə təəccüb hissi ilə belə baxırıq ətrafa. Şoka düşmüşdük. Burada Yəni. hamı şokdaydıq. Hələ inana bilmirdik ki, yəni necə girdik bura, necə oldu? Uy, bağışla. Hə. Tamam, bata. Burada sertifikatlar falan varmış. Mən kameraya göstərdim. Mən çox incə detallara belə fikir verən deyirəm. Fikir vermirəm heç nəyə. Neyse burada belə orada da not varmış. Bu not yox arkadaş. Neyse burada deyir ki, burada deyir ki, nəmin işinizə qayıdın. Hələ sizə danışmağın vaxtı deyil. İşinizə gedin. İş kağız imzalanmadı. Biz də anlamırıq, yəni təzə göndərim olduğu üçün və YouTube-da da bu haqda heç nə görmürük, yəni heç nə görməmişdik. Ormanda 99 gecə, yəni oyuncağı həqiqətən sürpriz oldu bizə. Biz şok olduq. Yəni ben burada yəni dururuq. O şokun etkisini dururuq da, yəni burada şokun etkisindən. Əlim dəydi. Dayanır, heç nə olmaz. Ay buralar, ay. Çevirdim. Heç nə olmaz. Söz kaya bilər. Niyə çevirirsən? Çevirmədim, yavaş mənim dəydi. Tamam. Çevirmə. Ay şurada ses kaymaz. Neyse burada belə baxırıq. Şu an belə dayanacağım belə çevirək. Buradan çıxanda slime gələcək. Yox, buradan çıxanda var deyə 22-də gəlir slime canavarı. Nəysə mən bütün variyaları göstərmirəm. Önəmli yerləri göstərirəm. Bəli. Neyse. İndi buradan çıxarıq inşallah. Aynen. O butiklərdə necə var? Orada deyir ki, Cleanup diye bir şey var deyir, təmizləmək üçün 808 yığın. Onu da anlamadıq, çünki deyən o sonralar telefon gələcək bizə. Orada telefon var da. Nəsə təmizləmə ana. Slime canavarı gələndə oranı açıq deyə bilərdik ki, təmizləməyə gəlin. Oha, məntiqli idi həqiqətən. Unutduq eləməyə. Slime canavarı gələr hal-hazır. Aha. Alt var. Bunu denəyərik yəni. Bax, göstərərik sizə şosu. Aha, belə ambulans gəlir. Ambulansda vardı 20-də yeni ambulans gəldi. Yəni otaqlarda yazır. Çox kritikdir bu anlar. Bax, burada da ruh bir yerdən. Mən canıma baxın. Diqqətli baxın. Ruh canı çox, yəni biz həm musallat olur. Sən nə yapışır? musallat oldu həqiqətən. Canıma baxın, sonra gedib kofe içirəm yəni. Digərlərdə biz də şeylərə baxırıq, otaqlardayıq. Otaq 7, 5 və kritikdir. 8. Mən də kofe içmək dərdindəyəm ki, yəni xəstələr baxa bilmir kofe içir. Sən şokoladın yox idi, bəs? Şokoladımı bilmirəm, amma məncə yeyib qurtarmışdım. Burada da girirəm ki, bir şey olar, olmur. Tam yəni vaxtı olanda yəni çox şey olmur. Lazımsız yerlərdən maça falan gəlir. Mən də baxıram harda xəstə var, yəni kritik.
Biz xəstə öldürmüşük yaz. Hə. Hə, xəstələrdən biri ölürdü. Digəri isə anomaliya çıxırdı deyə şey olurdu. Qurtulurduq. Baxın, ikinci xəstəmiz də öldü bilə və qaldı bir şansımız gördük. Və biz bir şansdan 5 var deyə qaldıq.